Bu bir əllə də qaldım. Aça da bilmirəm. Ay usta, gəl sən özün aç bunu. Mən aça bilmədim. Mercedes W124 artıq 9-cu hissə. Qeyd edim ki, keçən bölümlərdə izlədiyiniz kimi avtomobilin alt hissəsini tam olaraq tarsovkaladıq. Qeyd edim ki, avtomobilin alt hissəsində demək olar ki, işimiz bitdi. Yəni tam olaraq tarsovkalandı, hər tərəf ideal vəziyyətdə. Demək, növbəti prosesimiz nədir? Növbəti proses artıq peredok hissənin yığılmağıdır. Yəni avtomobilə 4 təkər üstündə durmalıdır. Bunun üçün nə edirik? Bu əvvəlki qollardır. Qabaq hissədə aldığımızda üzərində var idi. Amma bunları bizim ehtiyacımız yoxdur. Çünki biz Almaniyadan avtomobili sökdürüb Bakıya gətirirdik. Keçən bölümdə də izlədiniz. Orada ümumi mən peredok sistemini almışam. O peredok sistemində düzdür, rəng problemləri var. Ona görə də mən ümumi peredok sistemini verəcəyəm qumlamaya, yenidən onları rənglətdirib, hamısını səliqəli üzərinə yığdıracam. Demək dostlar, peredok hissələrimizi qumlamadan gətirdik. Hal-hazırda artıq servisimіздədir. Gördüyünüz kimi ön peredok sistemi tam hazır vəziyyətdə qumlandı. Yadınızdadsa, əvvəlki bölümlərdə bu avtomobildə qarşıda stabilizator ümumiyyətlə yox idi. Stabilizatorumuz da var. Onlar da qumlandı. Arxa ümumi balka və peredok sistemi hamısı qumlanıb. Hətta köhnə buradadır. Bir şey də əvvəl sizə göstərmişdim. Yadınızdadır bu qol. Buna mən el dilində desək samadelka idi. Bunda isə tam orijinal qollar üzərindədir. Və bunların hamısını indi bir-bir sökdürüb, rənglətdirib avtomobilin üzərinə yığacağıq. Düzdür, yüngülvarı qəza keçirsəm də yenə də avtomobildə işlər davam eləyir. Söylədiyim kimi peredok hissədə bir-bir yəni qollardır, amortisator bölümlərdir. Yəni qumlatdırdığımız peredok hissəyə aid olan hissələr hamısı tərəfimizdən tək-tək rənglənib avtomobilin üzərinə yığılacaq. İndi hal-hazırda ustalarımız da söküntü işləri ilə məşğuldular. Artıq dostlar, gördüyünüz kimi avtomobilin alt hissəsində rəng işi və ümumi peredokun yığılması və rənglənməyi, bütün işlərimiz bitdi. Bütün detalları tam olaraq bir-bir